Yasamal rayonunda Mida yaşayış kompleksində bir otaqlı, tam təmirli və əşyalı mənzil kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində yeni inşa olunmuş 12 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan bir otaqlı, tam təmirli və tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın qazı, suyu, işığı daimidir, liftləri daimi olaraq işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində 12 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan bir otaqlı, tam təmirli və tam əşyalı mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Mənzilin aylıq kirayə haqqı 400 manatdır. Mida yaşayış kompleksinin daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər əvvəldə də bildirdiyim kimi 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda apartman tipli binada 2 otaqlı dubleks mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, qiymət haqqında da məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak apartman tipli binadır. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən saf suyun yaxınlığında 3 mərtəbəli yeni inşa olunmuş apartman tipli binadır. Yerləşir 2-ci mərtəbəsində, 2-ci və 3-cü mərtəbəsində deyək, dubleks mənzildir, ümumi sahəsi 40 kvadratdır, bir çox işi görülübdür. Mənzil qeydiyyat yolu ilə satışa çıxarılacaq, yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi inşaatçılar metrosuna, saf suya və Şərifzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və həmçinin bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də yaxındır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən saf suyun yaxınlığında 3 mərtəbəli apartman tipli binanın 2-ci və 3-cü mərtəbəsini əhatə edən bir mənzildir. Ümumi sahəsi 40 kvadratdır, dubleks mənzildir. Mənzil kommunal sayğacları və qeydiyyat yolu ilə satılır. Əvvəldə qiyməti demişdim ki, çox ucuz qiymətə satılır. Qiyməti 80.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər inşaatçılar metrosuna və Şərifzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir
ərazidə yerləşir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu mənzilin qiyməti 80.000 manatdır. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu Mida yaşayış kompleksində 2 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində yeni inşa olunmuş 9 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan tam təmirli və bununla bərabər tam əşyalı isitmə sistemi kombi olan bir mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan tam təmirli və bununla bərabər tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın yerləşdiyi kompleksin daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Bu mənzilin aylıq kirayə haqqı 500 manatdır. Mənzil qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda təcili olaraq 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan 2 otağa düzəlmə tam təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın olmaqla bərabər 211 nömrəli avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Və bununla bərabər məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 40 kvadratdan çox olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Mənzil bir otaqdan 2 otağa düzəlməsinə baxmayaraq ideal düzəlibdir. Həm mətbəxinə, həm yataq otağına, həm qonaq otağına pəncərəsi düşür. Dəyərli izləyicilər, bu mənzilin sənədi kupcadır, ipotekaya yararlıdır. Qiyməti 120.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara
sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.